Bismillahirrahmanirrahim. İmam Əli əleyhissalam buyurur: Üç şey alicənablıq əlamətidir. Baxışları aşağı salmaq, səsi astadan çıxarmaq və yolu rahat yerimək. Mənbə Qurarul Hikəm, hədis 4660. Salam, hər vaxtınız xeyir və bərəkət dolu olsun İslami dəyərlər verilişinin izləyiciləri. Bu cümə günündə yenə də sizlərlə görüşə gəldik. Gəldik ki, yeni bir mövzuları müzakirə edək. Mövzumuz insan niyə xoşbəxt olmur? Bu mövzunu müzakirə etmək üçün ilahiyyatçı, yazar, ailə məsləhətçisi Pərvin Nəsrsoyu dəvət etmişik. Xoş gördük Pərvin xanım. Xoş gördük Vüsalə xanım. Çox sağ olun dəvətiniz üçün. Bəli, Pərvin xanım, vurğuladığımız kimi mövzumuz insan niyə xoşbəxt olmur? Hər nə edirsən, et, yenə də xoşbəxtliyin o dadını çıxara bilmirsən, xoşbəxt ola bilmirsən. Psixoloq kimi və ən əsası ailə məsləhətçisi kimi bizə nə məsləhətlər görər və bu mövzu haqqında nələri bizə demək istərdiniz? Buyurun, sizə eşidirik. Vüsalə xanım, buna əslində həm bir ilahiyyatçı kimi də cavab verə bilərəm, bir psixoloq olaraq da psixoloji aspektlərdən də yanaşa bilərəm. İlk növbədə istəyərdim bir psixoloji aspektlərinə baxaq. Niyə insan xoşbəxt ola bilmir? İlk növbədə insanın xoşbəxtliyinə mane olan səbəblər onun gözləntiləri ilə reallığının uzlaşmamasıdır. Ki, özündən gözləntisi başqa ola bilər. Məsələn, istəyir ki, ən yüksək yerdə işləsin, gözəl geyinsin, nə bilim, gözəl həyat yoldaşı olsun və s. və s. Həyatdan da gözləntiləri fərqli ola bilər və eyni zamanda özündən də gözləntisi fərqli ola bilər. Bu zaman o xoşbəxtliyi dada bilmir. Çünki reallığı ilə fərqlidir onun gözləntisi. Məsələn, mən ustayam, amma mühəndis olmaq istəyirəm, amma nə bilim, dizayner olmaq istəyirəm. Halbuki sadə bir konteyner ustasıyam məsələn və ya hansısa bir başqa bir işi görürəm. Yəni belə halda əlbəttə insan yüksək hədəflər qoymalıdır qabağına və onun uğrunda çalışmalı və hədəflərinə doğru getməsi müsbət bir şeydir, təqdirə layiqdir. Amma bu hədəflər də reallıqla, necə deyim, reallığa uyğun olmalıdır da. Bizim potensialımızı, ilk növbədə öz potensialımızı bilməliyik. Bəlkə mən iki cümləni bir-birinə qoşub danışa bilmirəm, amma kitab yazmaq istəyirəm. Amma veriliş aparmaq istəyirəm məsələn. Yəni bu halda mən real potensialımı düzgün qiymətləndirə bilmirəm. Hansısa bir xəyalın ardınca gedirəm. Bu halda xoşbəxt ola bilmərəm. Çünki istədiyimə çata bilməyəcəm və bütün həyatım boyu çarpışma və vuruşma ilə o istəyimə doğru hərəkətlə keçəcək və o istəyə də çata bilməyəcəm. Çünki reallıqda mənim potensialım o deyil. Bunun üçün ilk növbədə mən öz potensialımı bilməliyəm. Bəlkə mən rəssamlıq qabiliyyətim var və mən rəssamlıqda daha yaxşı nəticələr verə bilərəm. Və ya fərqli məsələləri bu nümunəni daxil edə bilərik ki, mən öz potensialımı birinci təyin etməliyəm, müəyyənləşdirməliyəm. Mən nədə yaxşıyam, nədə mükəmmələm, mən nəyi eləyə bilərəm və mən harada xoşbəxt ola bilərəm. Və bunu müəyyənləşdirdikdən sonra əlbəttə buna doğru addımlar atmaq və onun uğuruyla xoşbəxt olmaq mümkündür. Eyni zamanda bunu biz həyat şərtlərimizə də daxil edə bilərik. Bu gözlənti ilə reallığın məsələsini ki, yəni mənim həyat şərtim bugün məsələn aya bir ayaqqabı almağa məsələn kifayət eləyir. Amma mənim gözləntim aya 3 ayaqqabı almaq. Nə bilim, harasa konsertə getmək, nəyisə etmək, daha çox şeylər etmək gözləntilərim var. Amma real mənim məvacibim, büdcəm ona uyğun deyil. Və ya həyat yoldaşımdan mən diqqət gözləyirəm, qayğı gözləyirəm, romantik cümlələr gözləyirəm, gül, çiçək gözləyirəm. Amma həyat yoldaşım evə gələndə ayağının üstünə aşırdıb televizorda futbola baxır. Yəni bu onun
romantikadan anlayışı yoxdur. Onun diqqət və qayğı anlayışı sadəcə mənə gətirdiyi ərzaqdadır, evinə, ailəsinə baxım tərzindədir. Yəni bu baxımdan bizim gözləntilərimiz reallıqla uzlaşmayanda biz artıq başlayırıq özümüzü bədbəxt hiss eləməyə və hətta belə olanda əlimizdə olan müsbət şeyləri də ki, xoşbəxt ola bilmə potensialını da əldən qaçırırıq. Yəni o şeyləri də artıq görməməyə başlayırıq. Halbuki xoşbəxtlik üçün əlimizdə yetəri qədər necə deyim, baza var, yetəri qədər əlimizdə fürsətlər var. Onları dəyərləndirməməyə başlayırıq. Çünki əlimizdə olmayan şeylərin dalıyca qaçırıq. Xəyalların ardınca qaçırıq. Bu halda bizim xoşbəxtliyimiz qeyri-mümkündür. Xoşbəxtliyimizə ən böyük maneə dediyim kimi gözləntilərimizlə reallığımızın uyğun olmamağıdır və öz potensialımızı düzgün qiymətləndirməməkdir. Başqa bir məsələ nədir? Xoşbəxtliyimizə mane olan müqayisə etmək. Daima özümüzü digərləri ilə müqayisə eləyirik. Məsələn, mən bugün bu sahədə məsələn yazaram, yazarlığı götürüm. Mən yazaram, məsələn kitabım 500 tirajla məsələn satılır. Mən buna sevinməkdən daim özümü müqayisə edirəm kitabı 1500 satılan yazarlarla, yazıçılarla ya bestseller olan yazıçılarla hansısa bir festivalda mükafat alan, kitabları mükafat alan yazıçılarla daim özümü müqayisə eləyirəm və özümü niyə onu qədər uğur qazanmadım, niyə onun kimi mənim kitablarım daha çox satılmadı, niyə o qədər oxucu kütləm yoxdur və s. Kimi düşüncələrlə özümü bədbəxt edirəm. Halbuki mən 500 məsələn minimum deyək də 500 tirajla kitab satmışam. Bu özü bir uğurdur, bu özü bir qiymətləndirilməli, sevinməli bir haldır. Amma mən bu sevinci göz ardı eləyirəm. Çünki daima müqayisə eləyirəm. Daima başqaları ilə özümü bir şeydə tərəzidə qoyub ölçürəm ki, hansı daha ağır gəlir. Və bu da bizim həyatımızı daha da necə deyim, həyatımızın dadını qaçırır. Həyatımızın sevincini, nəşəsini əlindən alır. Çünki bizim sevinməli olan məsələlərimizi biz sevinə bilmirik. Daima müqayisə eləyirik, müqayisəyə qalanda hər kəs ən yuxarıda olan belə, yəni hər cür şəraiti olan belə kiminləsə də yenə də özü ilə müqayisə etməyə biri var. Yəni o baxımdan müqayisə bizi aşağı çəkir. Müqayisə bizi xoşbəxt olmağa qoymur. Başqa bir məsələ nədir? İndi ilə yaşamamaq, anı yaşamamaq. İnsanların əksəriyyəti ya keçmişdə ilişib qalır, ya da gələcəklə, gələcək ehtimallarla narahat və əndişə ilə yaşayır. Bu necə olur? Rüsalə xanım, bəzən insanlar keçmişdə etdiyi hansısa bir səhvlə və ya keçmişdəki hansısa bir hadisədə, uşaqlıq travmasında ilişib qalır. Mən özüm çox görmüşəm elə insanlar ki, baxırsan 40 yaşı var, 50 yaşı var, amma hələ də o 18 yaşında, 20 yaşında başına gələn hansısa bir hadisənin təsirində qalıb. Yəni o hadisədən çıxa bilməyib, orada ilişib qalıb və belə halda biz xoşbəxt ola bilmirik. Çünki biz o hadisədə ilişib qaldıqca illərimiz keçir və o illər ərzində nə qədər dəyişmə fürsəti əlimizdən çıxıb, nə qədər xoşbəxt olma fürsətləri əlimizdən çıxıb, onları dəyərləndirə bilməmişik. Çünki biz keçmişdə ilişib qalmışıq. Eynilə gələcəklə bağlı da. Elə insanlar var, gələcəkdə hansısa bir ehtimallarla özlərini daima əndişə və təşvişdə olurlar ki, məsələn, görəsən gələcəkdə övladım yaxşı insan olacaqmı? Görəsən instituta girəcəkmi? Görəsən
evim belə olacaqmı? Görəsən sağlamlığım necə olacaq? Görəsən belə olacaq, elə olacaq. Yəni bu bütün ehtimalları göz önünə gətirir və halbuki indi sağlamdır, uşağı yanındadır, ailəsi huzur içindədir. Yəni bunun dadını çıxartmaq əvəzinə, bunun xoşbəxtliyini yaşamaq əvəzinə daim bir əndişə və təşvişlə, gələcək qorxusu ilə həyatını özünə zəhər edir deyərdim də. Yəni xoşbəxtliyini əlindən qaçırdır. Belə olan halda da bu insanların xoşbəxt olma ehtimalları aşağıdır. Başqa bir məsələ nə ola bilər? Vüsalə xanım, bu biraz da ruhani bir məsələyə toxunmaq istəyərdim ki, insan həyatında məna axtarışındadır əslində. Yəni bu məna axtarışını tapa bilməyəndə nə qədər maddi resurslarla təmin olunsa, nə qədər zəngin olsa da bu mənəvi boşluğu doldurmadıqca, düzgün doldurmadıqca bəzən insan elə bilir ki, daxilində bu boşluğu hiss edir. Çünki Allah hər birimizin daxilində onu axtarış hissi qoyub. Və bayaq dediniz, yəni insan niyə xoşbəxt ola bilmir? Çünki əslində insanın xoşbəxt olma yeri Allahdır. Yəni insan bu Allaha nə qədər sığınarsa, bağlanarsa, hətta Quranda bir ayə var, qəlblər yalnız Allahı zikr etməklə aram olur. Yəni insan bu metodu denəməkdənsə, yoxlamaqdansa, yəni başqa metodlara üz tutur. Elə bilir daha çox pul qazandıqca, elə bilir daha çox dost əldə etdikcə, elə bilir daha çox gözəl olduqca estetik əməliyyatlar eləyir, elə bilir daha çox paltarlar əldə etdikcə xoşbəxt olacaq. Halbuki bunlar deyil məsələ ki, biz bir çox zənginlər görə bilərik ki, görmüşük də ki, yəni hər şey var amma xoşbəxt deyil. Yenə də o boşluğu doldurmaq üçün bəzən narkotik vasitələrə əl atırlar və ya başqa bir metodlara ki, indi bir çox əslində rituallar çıxıb ki, yoga və s. ki, indi adlarını çəkmək istəmirəm. Bir çox metodlara belə baxırsan, insan əlində hər şey var. Yəni maddi olaraq hər şey var. Amma görürsən gedir yenə də hansısa bir spiritual, hansısa bir məsələlərin ardıca, yəni gerçək və Allahın qoyduğu yol qala, yəni gedir müasir onlara belə bəzədilmiş şəkildə təqdim olunan metodların arxasıca ki, bunlar da əslində yanlışdır. Hətta mən deyərdim, Budda sitayiş eləyənlər belə, buddistlər belə əslində Allah axtarışındadılar. Onlar Allahın yerinə doldura bilmədikləri üçün hansısa bir bütləri qoyublar. Onların içərisində, daxilində fövqəl bir qüvvəyə sitayiş hissi var. İnsanın hər birinin içində, daxilində bu hiss var. Ona görə də insan xoşbəxtliyi, aramlığı, huzuru əldə etmək üçün birinci o ruhani boşluğunu doldurmağa cəhd etməlidir ki, o ruhani boşluğu necə əldə edə bilər, doldura bilərik? O da sırf Allahla rabitəni möhkəmlətməklə, Allahla rabitəmiz nə qədər möhkəm olarsa, bunun üçün din qabağımıza namaz qoyub, oruc qoyub və s. əməllər qoyub ki, dini rituallar qoyub ki, bu rabitə kəsilməsin. Və bu halda insan həqiqətən də o xoşbəxtliyin dadını dada bilir. Yəni insanın xoşbəxtliyi bir sözlə desək, insanın xoşbəxtliyi nə gəncliyindədir, nə sərvətindədir, nə sağlamlığındadır, nə mal-dövlətdə, nə yaxşı həyat yoldaşında, nə gözəllikdə, heç bir şeydə. Yəni bunlar öz-özlüyündə gözəldir, bunlar öz-özlüyündə bir nemətdir, bu başqa məsələ. Amma insanın tam doyumu, xoşbəxtlik baxımından doyumu Allahla rabitədə doyum əldə eləyir. Və hətta deyərdim ki, bu dünyada tam xoşbəxtliyi biz əldə eləyə bilmərik bu baxımdan. Yəni Allahla rabitəmizi nə qədər möhkəm tutsaq da, bu dünya ilə olan bağımız bizə bəzən mane olur xoşbəxtliyi tam dadmaq üçün ki, buna bir çox irfani alimlər hətta
tam xoşbəxtlik üçün o biri dünyanın, insanın Allaha yetməsi, çatması üçün o biri dünyanın, cənnətdə yalnız o xoşbəxtliyi dada bilərik deyirlər. Yəni, amma biz də maksimum öz potensialımızla, öz gücümüzlə, qüvvəmizlə, daxili resurslarımızla mənəviyyatımızı kamilləşdirdikcə, zənginləşdirdikcə, bax, məsələ buradadır, mənəviyyatı zənginləşdirmək, ətrafı zənginləşdirmək deyil, ətrafı çoxaltmaq da deyil, mənəviyyatı daxilə inmək, yəni ətraf və çöl deyil xoşbəxtliyimiz. Bizim xoşbəxtliyimizi bəlli eləyən, müəyyənləşdirən məsələ bizim ətrafımız deyil, içimizdir, daxilimizdir, özümüzdür, mənimizdir. Yəni biz mənimizlə, yəni əslində Allahımızla nə qədər möhkəm rabitədə olsaq, o qədər xoşbəxt olmuş olarıq. Bəli. Bu baxımdan bilmirəm indi sualınızı nə qədər qane elədi cavabım. Bəli, elə əslində biz bir ilahiyyatçı Pərvin Nəsirsoy olaraq bunun da cavabını istəyəcəyik, amma siz daha gözəl və geniş şəkildə vurğuladınız ki, elə Allahı tapmaqda, Allaha bağlanıb daha möhkəm rabitə qurmaqda insan xoşbəxt olur. Çünki Allahla rabitədə insanın bütün fikirləri dağılır. Bütün çətinliklər sanki geridə olub, həll olunub kimi, olmuş kimi görsənilir. Aha, bir şey də elə əlavə eləmək istəyirəm Müsalə xanım. Bu məna axtarışı dedimi? Yəni bu bütün insanlarda var ki, yəni mən niyə yaranmışam? Yəni dini inancı qoyaq kənara və bu adamın məsələn inancı yoxdur. Allah barədə fikri də yoxdur, etiqadı da yoxdur. Amma öz-özünə sual verir. Mən niyə yaranmışam? Mən niyə varam? Mənim missiyam nədir? Mən niyə bundan sonraki nəsil haqqında düşünməliyəm, törəməliyəm? Ümumiyyətlə, yəni bu suallar insana çox məna axtarışı, yəni yaşamının mənası, hədəfi nədir? Yəni bu suallara ancaq ən dolğun cavabı din verir. Bu sualların cavabı dinsiz adam üçün o qədər çətin və çaşdırıcıdır ki, bunun sualların altında itib batırlar çox vaxt. Çünki bu suallar axtarışı getdikcə, əgər dinə deyil, dində axtarmırsa, başqa yerlərdə axtarırsa, bu cavabları qane edici cavab tapmayacaq heç vaxt. Və belə adamın həyat eşqi ölür, məna axtarışı, əgər mənası yoxdursa həyatımın, mən onda niyə yaşayıram, mən onda niyə yaradıram, mən niyə ümumiyyətlə onda vicdanlı insan olmalıyam, mən niyə yaxşılıq etməliyəm? Əslində bu şeylər o qədər bir-birinə bağlı məsələlərdir ki, yəni bu suallarımızın, bu həyatımızın mənasının axtarışının ən gözəl cavabını din verir. Dindən kənar əgər bu cavabı axtarırıqsa, biz azacağıq, biz daha çox depressiyaya düşəcəyik, daha çox çökəcəyik, mənəvi çöküntü baş verəcək belə halda. Bəli, ümumilikdə götürsək, Pərvin xanım, biz ki deyir ki, xoşbəxtlik olmaqla nədənsə bütün sadaladıqlarınızda biz özümüzə qarşı gözəllikləri arzuladıq. Sanki elə bil o missiya bizdə çıxdı. Məsələn üçün, mən xoşbəxt ola bilərəm, mən filan paltarı alıb giyinsəm, özümü xoşbəxt hiss edirəm, mən filan kəsin yoldaşı olsam, özümü xoşbəxt hiss edə bilərəm, mənim övladlarım ən yüksək nəticədə oxusun, mən ən xoşbəxt. Nədənsə ən yüksəkləri biz özümüzə istədik. Amma Ərbəyin adlı bir ziyarət ki var ki, bütün müsəlmanların, hətta deyək, artıq dünyanı belə heyrətə gətirən bu ziyarət insanları bir qədər də düşündürür. Yaxınlarda bir şey eşitdik ki, bu ziyarət necə bir məlhəmdir, necə bir gözəllikdir ki, bu ziyarətdə ancaq insanlar bir-birlərini xoşbəxt edirlər. Demək ki, Allaha gedən yolda insanlar mütləq ki, bir-birlərini də xoşbəxt etməlidirlər. Və qarşılıq güdmədən. Bəli, fədakarlıq ilə ona da toxunaq elə toxunmusunuz. Yəni insanların bugün itirdiyi bir elə bil sanki bütün propaganda ona doğru gedir ki, fədakar olma, fədakarlıq sanki geridə qalmışlıqdır, fədakarlıq sanki
özünü əzdirməkdir və s. kimi təqdim olunur. Halbuki fədakarlıq ən böyük dəyərdir. İnsanın özündən keçməsidir ki, insanın ən dəyərli şeyi özüdür də. Yəni özündən də keçib nəyisə bir şey eləyirsə, kimisə xoşbəxt etməyə, kiməsə xidmət etməyə çalışırsa, bu adam artıq xoşbəxtliyə qovuşub. Yəni bu adam artıq Allahına qovuşub. Bu adam artıq mənəvi zənginlik nədir onu bilir. Ona görə də bu dəyəri əslində qorumağa çalışmalıyıq ki, fədakarlıq çox gözəl bir şeydir. Əlbəttə ki, onu düzgün şəkildə yaşada bilsək. Bəli, vurğuladığınız kimi düzgün şəkildə. Bəli. Əslində elə bu düzgün şəkildə olunan bir formatın altına nədənsə son zamanlar sizin dediklərinizə biz də qüvvət verək. Yaxşılıq etmə, niyə özünü yorursan, falan şey eləmə. Sanki yaxşı əməllərin aradan getməsi üçün bir çaba var. İnşallah ki, bizlər də o xoşbəxtliyi dadmaq üçün və Allahın qoyduğu əsas hədəfə çatmaq üçün mütləq xoşbəxt olub və hər kəsi xoşbəxt edib və sizin sadaladığınız o gözəl sifətlərlə birlikdə addımlamağı Allah hər birimizə nəsib eləsin. Və ən sonunda yazıcı Pərvin Nəsirsoy olaraq izləyicilərimizə xoşbəxtlik haqqında nə demək istərdiniz? Sonda onu deyə bilərəm ki, yəni xoşbəxtliyi kənarda axtarmayın. Xoşbəxtlik nə maddiyatdadır, nə gözəl, nə bilim, kimlərinlənsə həyatlarını müqayisə elədikləri, ailələrini müqayisə elədikləri, övladlarını müqayisə elədikləri yerlərdə deyil. Xoşbəxtlik daxildədir, xoşbəxtlik içimizdədir. Biz o qədər Afrikanın çölündə, məsələn, adi bir şeylə xoşbəxt olan o qədər uşaqlar, o qədər ailələr görə bilərik ki, amma bu tərəfdə baxırsan hər cür şəraiti, hər cür şərti, amma xoşbəxt deyil, daima doyumsuzdur, narazıdır, nankordur. Yəni ona görə də xoşbəxtlik daxillə baş verən bir şeydir və zehnimizlə baş verən bir şeydir. Ətrafla bağlı bir şey deyil. Bəli, təşəkkür edirik bir daha. Sizə də təşəkkür edirəm. Yeri gəlmişəm, Müsalə xanım, bir dəfə də fədakarlıq mövzusuna da toxunmaq istərdim. Yaxşı bir mövzudur, mənə elə gəlir. Onun incəliklərinə də indi verilişimizin vaxtı kifayət edəmir ki, o mövzuya daxil olsaq çox incəliklər çıxar ki, niyə fədakarlığı dedim düzgün şəkildə, bunun da psixoloji səbəbləri ola bilər ki, nə səbəblər var, nə var. Onlar barədə istəyərdim bir dəfə bu mövzunu da müzakirə eləyək sizinlə. İnşallah, sevə-sevə sizi həqiqətən dinləyib və öz suallarınıza fədakarlıqla bağlı verərik Allahın izni ilə. Təşəkkür edirik bir daha. Mən təşəkkür edirəm. Bəli, əziz izləyicilər, verilişimizin qonağı bizə Allahı tanımaqda xoşbəxt olmağı vurğuladı ki, sən Allahı tanıdıqca xoşbəxt olacaqsan. Sonda isə biz bu kəlməni deyərək sizlərlə sağollaşmaq istəyirik. Bəli, xoşbəxt olmaq bu dünyada zənnimcə tez ələ gələn bir şeydir. Amma xoşbəxtliyin əsl hədəfi, məqsədimizi bilsək ki, xoşbəxtlik, hədəf və məqsəd Allahdırsa, bu zaman o xoşbəxtliyi də etmək üçün mütləq ixlas olmaq lazımdır. Və mütləq Allaha xatir xoşbəxt etməlisən. Necə ki, edirlər. Bəli, və ən əsas odur ki, müvəqqəti yaşayacağımız dünyada hər birimiz bir övlad olaraq dünyaya gəldi və bir zaman gələcək ki, bizlər də bu dünyadan köçəcəyik. Ən əsası yaşadığımız bu müvəqqəti bir zamanda Allah bizi öz dərgahına çağıracağı bir zamana qədər nə qədər və kimləri xoşbəxt etdik, bu sualı bir qədər də özümüzə verək. Xoşbəxt etdik, kimlərəsə xatir xoşbəxt etdik, yoxsa biz Allaha xatir kimlərsə xoşbəxt etdik. Sağ olun, salamat qalın, Allah amanında.